Cəlalın gördüyü işlərlə fəxr edirəm. Onun gördüyü işlərdən ən başlıcası şəhidlərimizə olan münasibət, devlətimizə olan, devlətimizin demək olar ki, yanında olması, bizim Azərbaycançılığın qorunması, bunlar hamısı mənim oğlum Cəlalda var. Bugün Cəlal çalışır ki, öz hərəkəti ilə, öz işi ilə, öz əməli ilə şəhidlərimizin xatirəsini həmişə uca tutsun. Şəhidlərimizin valideynlərinə böyük hörmət, ehtiram göstərsin. Onlara həmişə sevsin. İnandırım sizi, hərdən Cəlal mənim sözümə yox, onların olan münasibəti daha üstün tutur. Mən buna sevinirəm. Ona görə sevinirəm ki, o ürəkdən hərəkətlərində elədiyi işlərə ürəklə, ürək qoyur. Ona görə mən onunla fəxr edirəm. Fəxr edirəm ki, mənim belə evladım var. Fəxr edirəm ki, mən belə evlad yetişdirmişəm vətən üçün. Fəxr edirəm ki, onun vətən sevgisi, onun yazdığı şeirlərdə bu özünü göstərir. Şəhid evladlarını o öz evladı kimi istəyir, sevir, onlara isti məhəbbət göstərir. Onlara yaxınlaşır, onları öpür, qucaqlayır, onların başını sığallayır. Bu günləri o uşaqların həmin ata nəvazişinə böyük ehtiyacı var. Onlar həmişə mənə isti münasibət göstərərək, mənə dəfələrlə yanıma gəlmiş, mənə olan münasibətləri ilə mənə ürək dayaq olmuşlar. Onların hər bir Camaşir baba deyəndə mən inandırım sizi elə bilginə ki, ömrüm biraz da uzanır. Cəlalın bütün dostlarına, onu sevənlərə sağ ol deyirəm. Çox sağ olsunlar ki, onlar həmişə Cəlalın yanında olublar. Cəlala ürək dirək veriblər. Cəlalı həmişə əməllərini yüksək qiymətləndiriblər. Bütün şəhid ailələrinə, bütün şəhidlərimizin balalarına, bütün şəhidlərimizin analarına çox sağ olma deyirəm. Onlara öz minnətdarlığımı bildirirəm.